yoxsa rəsmi təminat? İşçinin haqqının havada qalmaması üçün ilk addım elə masa arxasında müqavilə imzalanarkən atılmalıdır. Əvvəlki qaydalarda bu sahədə boşluqlar vardı və praktikada əlavə işlər çox vaxt rəsmi sənədləşdirilmirdi. Yeni dəyişikliklər işə götürəni bu işləri rəsmiləşdirməyi və qanunla müəyyən edilmiş artırılmış tariflə ödəniş etməyə məcbur edir. Vacib məqam ondan ibarətdir ki, yeni dəyişikliklər mövcud əmək və kollektiv müqavilələrə avtomatik şamil olunur və yenidən müqavilə bağlanmasına ehtiyac yaranmır. Qanunun dili sərtdir. İşçinin əlavə əməyini görməzdən gəlmək sadəcə etik qüsur deyil, həm də ağır hüquqi məsuliyyətdir. İşçisini saatlarla işlədib qarşılığında təşəkkürlə kifayətlənən işə götürənləri artıq boş ciblər deyil, dolğun cərimə protokolları və məhkəmə zalları gözləyir. Bu qaydaların tənzimlənməməsi, tətbiq edilməməsi, pozulması əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilir və işə götürən üçün inzibati məsuliyyət yaradır. İşçi belə olan hallarda Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə və paralel olaraq məhkəmə qaydasında əmək hüquqlarını tələb edə bilər. Məhkəmə təcrübəsində bu cür iddiaların əksəriyyəti işçilərin xeyrinə həll olunur. Yeni qaydalar əmək bazarında kölgədə qalan məqamlara işıq salır. İndi hər bir saniyə daha qiymətli, hər bir zəhmət isə daha şəffafdır. Çünki ədalətli əmək haqqı sadəcə rəqəm deyil, işçinin vaxtına verilən dəyərdir.